Cənab Prezidentin bədən dili akademikdir və bunu mükəmməl formada da istifadə edir. İtaliyanın baş nazirinin bədən dilini necə təsvir edə bilərsiniz? Albaniyanın baş nazirinin görüşməsi vardı. Yəni Melaniyanın qabağında diz Edir çökür. amanın. Nə qədər çox çözülməyən bir vücud dilin varsa, bir o qədər çox peşəkar sayılırsan. Qarşımızdakı insana təsir edə bilirik. İnsanlar sözlərini gizlədə bilir, amma reaksiyalarını gizlədə bilmir. Elə hazırda aktiv siyasətlə məşğul olan bir şəxslər varmı ki, siz ona təlim keçirsiniz bədən? Əlbəttə, təşviş sizin ekspertlik statusunuzu aşağı salır. Söyüş söyərsə, nə bilim də vulqar bir şeylər edərsə, bizim o mövzuya təmkinlə münasibət bildirməyimiz lazımdır. Ümumiyyətlə biz iş müsahibəsinə gedərkən hansı məqamlara xüsusi diqqət etməliyik? Hər vaxtınız xeyir. Bəzən insanın dediklərindən daha çox onun bədən dili diqqət çəkir. Mimika, jest, əl hərəkətləri qarşımızdakı insan haqqında bizə nələr deyə bilər? Bu və ya digər suallara cavabı bədən dili mütəxəssisi Anar Heydərovla cavab tapmağa çalışacağıq. Anar bəy, xoş gördük. Xoş gördük, xoş gəlmisiniz. Anar bəy, ümumiyyətlə bədən dili nədir və bir insanın bədən dilini necə oxumaq olar? Bədən dili ümumiyyətlə dedikdə sadəcə olaraq insanın hansısa bir jestləri deyil, jestlərin külliyyatı, hərəkətlərin külliyyatı və bir kontekstin içərisində baxmaq lazımdır. Statistika göstərir ki, bədən dili heç vaxt yalan danışmır. Bədən dili insanın ən orqanik təzahür formasıdır və bu demək olar ki, əgər insana sözləri ilə bədən dili bir-birinə ziddiyyət təşkil edirsə, daha çox insanın bədən dilinə etibar etməyə lazımdır. Çünki ilkin instinktlərə əsaslanmış, demək olar ki, insanın hansısa bir situasiyada ilk verdiyi reaksiya onun bədən dili ilə olur. İnsanlar sözlərini gizlədə bilir, amma reaksiyalarını gizlədə bilmir. Şəxs bədən dilini idarə edə bilərmi? Əlbəttə, şəxs bədən dilini idarə edə bilər. Sadəcə bunun üçün kifayət qədər bilgiyə sahib olmaq lazımdır. Amma idarə etmək bu demək deyil ki, siz hər zaman kontrol altında yaşayırsınız. İdarə etmək bu deməkdir ki, yəni siz bədən dilinin anlayışı sizə hopur və bir neçə həftə inkubasiya müddəti keçdikdən sonra bu artıq sizdə vərdiş halına keçir və siz artıq elə yaşayırsınız. Yəni lüzumsuz üz mimikalarınız olmur, lüzumsuz əl hərəkətləriniz olmur. Yəni beyin reseptorları, yəni aksonlar və sinaplar demək olar ki, bunu qavrayır və sizin etdiyiniz vərdiş beyin reseptorlarına xoş gəlməyə başlayır və siz artıq bu minvalla yaşamağa başlayırsınız. Bəs yaxşı, bədən dili mütəxəssisi necə olmaq olar? Bədən dili mütəxəssisi olmaq üçün kurs bitirməklə bədən dili mütəxəssisi olmur. Bunun üçün kifayət qədər akademik bilgiyə sahib olmaq lazımdır və akademik bilgi də təkcə jestlərdən ibarət deyil. Mən bununla bağlı həm Moskvada təhsil almışam kinetika üzrə və kinetik intellekt məktəbinin Azərbaycanda səfiriyəm. Bundan başqa isə Amerikada John Navarro Body Language Akademiyasını bitirmişəm. İndi hazırda da Amerikada CSUS adına Neurocognitive Intelligence adlı universitet oxuyuram. Yəni bu sadəcə olaraq jestlərdən ibarət deyil. Yəni siz burada nevrobiologiya haqqında məlumatınız olması lazımdır, anatomiya haqqında məlumat olmaq lazımdır. İlahi da ki, əsasən nevrobiologiya. Çünki insan beyin sinirlərinin işləmə formatı haqqında ən azından bilgiyə malik olmaq lazımdır. Çünki əgər klişe bilgilər, əlin çarpazlanması, nə bilim burnunun qaşılması, nə bilim bu şeyləri artıq insanlar ilkin təzahür olaraq nə bilim yalan və digər hansısa bir klişelər deyirsə, bu bədən dili mütəxəssisinin deyəcəyi bir məzmun deyil. Bir insanı gördükdə ilk 5-10 saniyə onun bədən dili bizə nələri ötürə bilər? Hətta 5-10 saniyə biraz daha çoxdur. Artıq 3 saniyədir. Hətta müasir araşdırma göstərir ki, ilkin təzahür, yəni ilk təəssürat 3 saniyənin altında formalaşır. Yəni siz bir liftdən çıxdıqda, bir auditoriyaya girdikdə ilk 3 saniyədə artıq sizin təəssüratınız formalaşır. Yəni bir insan sizə baxdıqda deyir ki, bu dostdur yoxsa düşməndir. Yəni bu adamla mən söhbət etmək istəyirəm, istəmirəm. Bu adam mənə yaxın adamdır yoxsa uzaq adamdır. Və bunlar heç biri elmi bazaya söykənərək deyilmir. Yəni bu bir neçə millisaniyənin içərisində sizin formalaşdırdığınız bir təzahür formasıdır, təəssüratdır. Bu sonradan dəyişə bilər, sonradan dəyişməyə bilər, amma maraqlısı odur ki, ilkin təəssürat çox vaxt qalıcı olur. Və qalıcı olduğuna görə də bizim belə bir şansımız yoxdur ki, ilk təəssüratda zəif, qul, qurban abu-havada olan bir təzahürümüz olsun. Ona görə ilkin təəssüratın nə qədər güclü, qalıcı, vurucu olarsa, bir o qədər çox sənə daha çox hörmət olunacaq, sən daha çox statuslu görsənəcəksən və tutduğun məqama daha tez irəliləmə şansın olacaq.
Hətta belə bir fikir var ki, insan qarşı tərəfə çatdırmaq istədiyinin 7%-ni cəmi sözlərlə çatdırır. Qalan məsələlər hamısı bədən dili ilə ifadə olunur. Bəs biz bədən dilimizi, qarşımızdakı insanın bizi düzgün anlaması üçün və yaxud da istədiyimiz kimi anlaması üçün bədən dilimizi necə neytrallaşdıra bilərik və yaxud da onu necə düzgün idarə edə bilərik? Əslində 7% bu Mehrabyan qaydasına aiddir. 7% sözlərdir, 38% səs tonudur və 55% insanı formalaşdıran bədən dilidir. Yəni sənin dediyinin önəmi cəmi 7% insan onu eşidir. Onun 38%-i hansı tonallıqda, hansı səs tonu ilə deyirsən və qalan 55% isə artıq sənin bədən dili üslubundan, təzahür formasından olur. Sizin danışığınız 7% önəmlidir. Sizin göstərdiyiniz daha çox vacibdir. Sən əgər qul ab-havada, zəif ab-havada bir məzmun çatdırırsansa, o məzmun nə qədər akademik, nə qədər güclü olmasının önəmi yoxdur. Sənin vücud dilin bunu nə dərəcədə ağır, samballı, vurucu çatdırması önəmlidir. O zaman demək olarmı ki, biz bədən dili ilə qarşımızdakı insanı manipulyasiya edə bilərik? 100%. Qarşımızdakı insanı manipulyasiya sözü biraz çox işlənir bu aralar, yəni bunu hər formada istifadə edirlər. Qarşımızdakı insana təsir edə bilirik. Yəni qarşımızdakı insana ciddi təsir edə bilirik. Yəni ki, onu narahat edə bilər bizim sakitliyimiz. Onda təşviş oyada bilər ki, bu niyə belə rahatdır? Nə üçün bu qədər təşviş olmayan bir insandır? Yəni bu rahatlığın məzmunu nədən ibarətdir? Bu kimi mövzularda siz manipulyasiya deyə, yəni daha çox insanların sevdiyi söz ola bilər, manipulyasiya edə bilərsiniz. Amma bizim bədən dili oxuyan insanların işi manipulyasiya etmək deyil. Bədən dili oxuyan və bədən dilini anlayan insanların işi odur ki, insanları özünə xoş uyğunlaşdırasan. Bu qədər. Yəni ki, idarə edim, təsir edim, pis istiqamətə yönləndirim deyil də, sən nə qədər çox xoş, ab-havalı, yəni limbik beyinlərə xitab edəcəksən və sürüngen beyinə nə dərəcədə xitab edəcək bir vücud dilin varsa, bir o qədər çox xoş olursan və ətraf insan bir şey deyir ki, mən bu adamla söhbət eləmək istəyirəm. Bəs bizim mental dəyərlərimiz bədən dilinə necə təsir edə bilər? Məsəl üçün, bədən dili deyəndə mən burada geyimdə nəzərdə tuturam, işlətdiyimiz ifadəni də və yaxud da bir insanla qurduğumuz yaxınlığı da. Bu necə təsir edə bilər? İnsanı formalaşdıran 3 imici var. Sənin verbal imicin, yəni danışdığın imic, sənin qabitar imic. Qabitar imic sənin geyindiyin, taxdığın, daşıdığın əşyalardan söhbət gedir. Buna ingiliscə printing də deyirlər. Üçüncü imic isə sənin vücud dili imicindir. Baxın, səs, danışıq tərzin əlbəttə ki, sən durub başlasan, vücud dilin yerindədir və desən ki, dostlar, biləsiniz, 3 + 3 bərabərdir 7 desəz, yəni bu əlbəttə anormal qəbul olunar. Amma mütləq şəkildə sənin vücud dilin yerindədir, amma sən vacib bir görüşlərə şortda, Mickey Mouse-lu köynəkdə gəlirsənsə, bu ziddiyyət təşkil edə bilər. Ona görə bu 3 imicin bir-birini tamamladığı təqdirdə siz orada olursunuz Michelangelo'nun böyük bir sənət əsəri formalaşdırırsınız insanlarda. Amma sən danışıq üslubun çox zəif, cildili, parazit səslərdən istifadə edirsən və sözlərdən istifadə edirsən amma dik oturursan. Yəni bunlar bir-birini çox tamamlaması lazımdır. Anlayıram ki, insanlar sadəcə olaraq üslubuna, danışdığı ab-havaya, tutduğu mövqeyə uyğun geyinməsi çox vacibdir. Yəni siz təzadlı geyimləriniz olarsa və yaxud çox lüzumsuz yerlərdə lüzumsuz rənglərdən istifadə edərsinizsə, orada artıq ilk görünüşdə siz xoş bir təsir bağışlamamaq şansınız əmələ gələr. Gündəlik həyatımızda bizi zəif göstərən bədən dili hərəkətləri hansılardır? Ən birinci dik qamət məsələsi. Bu artıq klişe, bilməm nə dərəcədə klişedir. Ümumiyyətlə Jordan Peterson'ın 12 Rules for Life adlı bir əsəri var. Orada lobster nəzəriyyəsindən danışır. Göstərir ki, insanın qaməti nə qədər dik olarsa, qamət sütunun nə dərəcədə özünə hakimliyini qoruyarsansa, bir o qədər çox endorfin ifraz olunmağa başlayır səndə, serotonin, endorfin ifraz olunmağa başlayır və sən daha çox həll yönümlü olursan. Mənim işim insan davranışları olduğuna görə zamanla metroda insanları müşahidə edirəm, kafedə və yaxud kütlə olan küçələrdə insanlara baxıram. İnsanlarımızın ən böyük problemlərindən biri onların qamətlərinin əyri olaraq gəzməsidir və lüzumsuz təşviş elementləridir. Siz baxın, hamı harası qaçır və lüzumsuz qaçır, yəni ki, tələsmir. Sadəcə olaraq zaman defisiti var.
yəni defisit yaşayır və sən təşvişli bir formada həyat tərzinə sahib olarsansa, böyük ehtimal ki, insanlar bunu görəcək və hər zaman lazımından biraz daha aşağı qiymət verməyə şansı əmələ gələcək səndə. Siz qeyd etdiniz ki, gündəlik insanları daha çox iş üzrə əlaqədar müşahidə edirsiniz. O zaman kafedə, restoranda və yaxud da metroda bir insanın gərgin və yaxud da xoşbəxt olduğunu anlamaq məncə sizin üçün çətin olmaz. Bunu necə anlayırsınız? Ümumiyyətlə hansı onların jestləri, mimikaları və yaxud da hərəkətləri onun gərgin və yaxud da xoşbəxt olduğunu göstərir? Baxın, ən klişələrdən birini sizə deyə bilərəm ki, ayağın oynaması məsələsi var. Yəni siz fikir verərsinizsə, ayağın biri görürsünüz, kimsə ayağını tez-tez oynadır və ya əlində bir qələm tutaraq tez-tez qələmi oynadır və ya ümumiyyətlə görürsünüz ki, masanın üzərinə əlini tez-tez vurur və ya üz mimikaları həddindən artıq çox devrəyə girir. Yəni ya dodağını dişləyir, ya gözlərini bərəldir, ya qaşlarını lüzumsuz qaldırır, ya dodağını tez-tez dişləyir və bu hərəkətlər davamlı olarsa biz deyərik ki, insan gərgindir. Bu bir anda baş verdiyi anda biz insan haqqında qərar verə bilmərik. O zaman Navarro deyir ki, insan yalan danışanda onun üzünə yox, ayaqlarına baxmaq lazımdır. Niyə? John Navarro deyir ki, əslində yalan danışarkən demir, insanın ən narahat və rahat orqanı və insanı birinci ələ verən orqan ayaqdır. Niyə? Çünki hətta Azərbaycanda belə bir misal var, yəqin eşitmisiniz. Deyir ki, düşmən hara baxır birinci? Dost başa baxar, düşmən ayağa. Düşmən ayağa. Mən bu ifadəni ilk dəfə eşidəndə mənə çox maraqlı gəldi ki, bu necə düşmənə nə lazımdır? Düşmənə məlumat lazımdır, düzdürmü? Yəni düşmənin işi səndən məlumatı qopardıb sənə qarşı istifadə etməkdir. Və düşmən ona görə ayağa baxır ki, ayaqdan birinci məlumatlar gəlməyə başlayır. Yəni sənin ayaq istiqamətin hansı tərəfədirsə, ayaq gərginliyin və yaxud ayağının posteri, yəni ayağın durma forması necədirsə, birinci onlar haqqında məlumatı verən ayaqlardır. Yəni siz necəsə bəlli bir faiz nisbətində üz cizgilərinizi gizlədə bilərsiniz, əllərinizi gizlədə bilərsiniz, amma ayaqları gizlətmək çox çətindir. Bir qədər öncə siz əl jestlərindən bağlı danışdınız və formalaşmış belə bir fikir var ki, məsələn, insanın əli açıqdırsa, o daha səmimidir, rahatdır və yaxud da qolların sinəsinə sıxıbsa, o qorunmaq hissini özündə aşılayır. Ümumiyyətlə, bu fikirə nə dərəcədə doğrudur? Okay. Əslində, mövzunun içərisində həqiqət var. Ümumiyyətlə, nə qədər sizin ovucunuzu qarşınızdakı insan nə qədər çox görərsə, bir o qədər çox açıq fikirlilik formalaşar. Baxın, bir dəfə yox, davamlı olarsa, amma sən davamlı olaraq, yəni ancaq gərilərsənsə, sıxılarsansa, əlbəttə ki, bu da bir müdafiə deməyək, yəni gərginlik elementi göstərə bilər. İndi ola bilsin gərginlik elementi müdafiə ilə bağlı, gərginlik elementi həyəcanla bağlı, fərqlər çox ola bilər də, yəni кейslər çox ola bilər. Amma nə qədər çox açıq olmanız yaxşıdır ki, yəni sizin fikirləriniz açıq formada qəbul olunsun. Çünki nə qədər çox, məsələn biz təlimlərdə də hər zaman danışırıq ki, biz danışanda məsəl üçün əlimizin üstünə deyil, əlimizin içi ilə danışırıq. Yəni insan sənin əlinin içini gördükdə səndən təhlükəsizlik elementləri alır. Yəni bu adam məni vurmayacaq. Bu bizim primitiv, yəni belə sürüngən beynimizlə bağlı olan bir şeydir. Sürüngən beyin nə qədər səni görə bilirsə, bizə nəyə görə deyirik ki, əllər arxada olduqda insan belə deyək də, not accessible da, yəni ki, mənə toxunma, mənə çatmaq çətindir, mənə sual vermə. Ona görə ümumiyyətlə liderlər olsun, ictimai insanlar olsun, biz hər zaman onlara deyirik ki, sənin əllərin həmişə görünsün. Arxada saxlayım, ümumiyyətlə bu şeylər ümumiyyətlə aksiyondur, xoş qəbul olunmur, amma hətta güc strukturlarında belə fikir vermişsə deyirlər ki, kimisə həbs edir, deyir ki, əllərini yuxarı qaldır, əllərini mənə göstər. Əllərin içinin görünməsi lazımdır. Ona görə bu şeyin içərisində bəlli bir həqiqət var. Bir də ki, insanlar gündəlik həyatında bədən dilini idarə etmək təsəvvürünü formalaşdırır özündə və bu qarşıdakı insana yanlış təsəvvürlər ötürür. Ümumiyyətlə, bu nümunələr hansılardır və yaxud da bir insan şuurlu şəkildə bədən dilini idarə edəndə hansı neqativ məsələlər ortaya çıxır? Əla sualdır. Ümumiyyətlə, bu mövzu ilə bağlı mən bunu buradan da demiş olar. Siz bəlli məhəlli xarakterli bədəninizi idarə etmək istəsəz, bu aktyorluq olacaq. Yəni, məsəl üçün, mən gəlirəm, filan kəslə görüşürəm, orada biraz dik oturum, amma oradan çıxandan sonra elə əyilib oturacam da. Bu aktyorluqdur artıq, yəni sən rola girmiş olursan da. Ümumiyyətlə, və bu sizin dediyiniz çox əla vurğuladınız. Bu, qarşı tərəfdə hər zaman sezilir ki, axı bu belə deyil idi də, yəni buradan bir saniyə içərisində necə oldu və səhnədən düşdü, yenə də əyildi, yenə üz cizgilərində lüzumsuz mimikalar oldu. Bunun olması anormaldır.
siz əgər bu şeyi öyrənmək istəyirsinizsə, bunu gündəlik həyat rasionunuza daxil etməniz lazımdır. Yəni sən evdə şortda kartof yeyəndə də sənin bədən dilin yerində olması lazımdır. Övladınla təmasda da, iclasda da, gəzintidə də. Yəni sən ancaq bir yerdə iclasda bədən dilini devrəyə salırsansa, bu anormal bir şeydir. Yəni bədən dili iclaslar üçün deyil təkcə. Bədən dili ancaq çıxışlar üçün deyil. Yəni bu akademik bir bilgidir və həyat indi göstərir ki, insanlar buna çox ciddi maraq göstərir. Yəni fərdi müraciətlərin sayı günü-gündən çoxalır və insanlar bunu artıq iş üçün istəmir. İnsan deyir ki, mən xoş ab-hava ötürmək istəyirəm. Bunu necə edim? Düşünürəm ki, bədən dilini ən doğru idarə edəcəyimiz gerəkən yerlərdən biri də iş müsahibələrdir. Hansı ki, bizim etdiyimiz müəyyən səhvlər ola bilər ki, qarşımızdakı HR-a artıq bizim haqqımızda mənfi təsəvvürlər ötürə bilər. Ümumiyyətlə, biz iş müsahibəsinə gedərkən hansı məqamlara xüsusi diqqət etməliyik? Mən o dəfə hesablamışam, mən hardasa 3500-dən çox intervyu keçmişəm, müsahibə aparmışam insanlarla. Çünki iş gərəyim böyük kütlələrin, böyük insan kütləsini idarə etdiyimə görə, ona görə belə bir təcrübə formalaşıb. Hər zaman gördüyüm bir məqam olub ki, müsahibədə insanların əllərini görə bilim. Əgər bir müsahibədə insanın əlləri masanın altındadırsa, mənim üçün böyük siqnallardan biri olub həmişə bu. Yəni ki, artıq gizlənmiş ab-havası olub. Yəni ən azından əlinin birinin və ya ikisinin masanın üzərində olmasıdır. Göz kontaktının qurulması. Var göz kontaktı zillənmək, bu zillənmək komfort zonanın deşilməsi deməkdir. Amma göz kontaktını saxlamaq, göz kontaktını insanla göz kontaktında olmaq, bu mənim üçün də güvənli olmaq mesajı verir. Dediyim kimi, bunlar hamısı onun danışdığı ilə tərs mütənasib olmadığı təqdirdə. Yəni adam güclü bir mesaj danışır və bədən dili də yerindədirsə, mən alqışlayıram. Deyirəm ki, wow, əla, yəni uyğun gedirsən. Amma məsəl üçün iş müsahibəsinə gələn adam, məsəl üçün biz sizlə düzböz oturmuşuq. Siz biri görürsünüz ki, adam gəlir, məsəl üçün artıq korpusunu qapıya tərəf çevirir. Və amma sizinlə və belə yan tərəflə danışır. Sən anlayırsan ki, artıq bu getmək ab-havasındadır. Yəni səninlə danışmaqdan çəkinir, qorxur, amma iddialı danışır. Ona görə güc strukturlarının ümumiyyətlə dünyadakı olan bədən dili ekspertlərin qaydası biridir. Əgər sözlərlə bədən dili ziddiyyət təşkil edirsə, sən bədən dilini daha önəmli götürəcəksən. Biz müsahibəyə gələn yox, siz tərəfdə, sizin aspektinizdən baxaq ki, qarşınızdakı insan sizdə xoş təəssürat yaradırsa, artıq sizin hansı instinktləriniz, bədən diliniz həmin şəxs haqqında müsbət fikir formalaşdığını ifadə edir. Əlbəttə ki, mən bunu bildirmirəm heç vaxt. Yəni ümumiyyətlə sən nə qədər çox çözülməyən bir vücud dilin varsa, bir o qədər çox peşəkar sayılırsan. Yəni sən ani bir situasiyadan sevinc, ani bir situasiyadan kədər, qorxu, əsəb nümayiş etdirirsənsə, sən rahat çözülənsən. Yəni ona görə bu şeylərə diqqət etmədə fayda var. Əlbəttə ki, mənim xoşuma gəldikdə və yaxud xoşuma gəlmədiyi təqdirdə də mən hər zaman o poker simanı qorumağa çalışıram ki, yəni bildirməyim. Amma bir nömrəli işim xoş ab-havanı ötürməkdir. Təbəssüm. Bizim ən böyük problemlərimizdən biri xidmət sahəsində də mən bunu tez-tez görürəm. Ən böyük problem təbəssümdür. Yəni təbəssüm insanlarda sanki biraz buna qısqanclıq və simicliklə insanlar yanaşır. Yəni təbəssüm səndən pulla tələb olunan bir şey deyil. Sən bunu hər kəsə ötürmən lazımdır. Çünki təbəssüm bir emosiyadır və sən nə qədər xoş təbəssüm ötürürsənsə, istər intervyuda, istər intervyudan kənar, özündən sonra yaxşı bir lövbər buraxmış olursan və lövbər də ki, artıq nə deməkdir? Sənin haqqında yaxşı bir toxum əkilir və sənin haqqında ən azından bir neçə yerdə danışıla bilər. Gəlin indi də emosional münasibətlərdən danışaq, hansı ki ilk görüş və ilk görüşdə qarşındakının hansı bədən dili xüsusiyyətləri sənə mesaj verə bilər ki, artıq bu insanda mənə qarşı bir xoş təəssürat yaranıb. Əgər bir adamın səninlə danışmağı sənə xoş gəlirsə, yəni kişi-qadın cinsindən söhbət gedirsə və onun yüngül önə doğru əyilməsini sezərsənsə və yaxud aranızdakı olan əşyaların ortadan kənarlaşdırıb aranızın daha yaxşı hava işləməsini təmin etmiş olarsa, siz önə əyilməni görə bilərsiniz. Məsəl üçün, gravity defying var. Məsəl üçün, qaşların yuxarı qalxmasını görə bilərsiniz ki, sizin hansısa bir sözləriniz qarşınızdakında məsəl üçün təəccüb hissi oyadır, xoş ab-hava oyadır və yaxud ağız qıraqlarında və göz qıraqlarında düşən gülüş edirlər. Səmimiyyət göstərən gülüş, qırışların əmələ gəlməsi göstərə bilər ki, artıq sən ona xoş gəlməyə başlayırsan.
Bu kimi elementlər, amma bunlar hamısı kontekst içində olması lazımdır. Yəni bir dəfə spot hərəkətlə deyil. Yəni siz bunu izləyirsiniz. Biz məsəl üçün Amerikada oxuyanda bu mövzuları çox tez-tez qarşımıza çıxırdı. Bizə case verilirdi, video. Deyirlər ki, bu adamların münasibəti sizcə necədir? Və biz baxırdıq artıq onların vücud dillərindən onların münasibətlərinə nə qədər yaxın və ya nə qədər uzaq olduqlarını ölçə bilirdik. Göz təmasını hər zaman romantik bir üslub kimi adlandırmaq olarmı, yoxsa bəzən bu diqqət və yaxud da nəzakətin göstəricisi ola bilər? Ümumiyyətlə romantik, məsələn, məncə siyahıya baxsan ən sonuncularda durar o. Göz təması mənim səninlə danışmaq istəmək, yəni ilkin belə niyyət ab-havasını göstərir. Yəni sənin niyyətini göstərir ki, mən səninlə danışmaq istəyirəm və ya danışmaq istəmirəm. Siz dünyanın ən məşhur dələduzlarından videolarına baxa bilərsiniz ki, onların 100%lik kamera çəkilişinə baxsınız, görəcəksiniz ki, cəmi 10% kameraya baxırlar. Yəni istəmirlər baxmaq. Çünki hər zaman gözlərini belə deyək də qaçırdırlar, təmas qurmurlar. Amma məsəl üçün insanın ən təhlükəsiz üz cizgilərindən birinin adı qlabelladır. Qlabella nədir? İki qaşın arasıdır. Yəni siz iki qaşın arasına zamanla baxdığınız təqdirdə qarşı tərəfdə həm onun şəxsi zonasını deşməyəcəksiniz, həmçinin ona xoş ab-hava ötürmüş ola biləcəksiniz. Amma tamamilə korpusunuzu çevirib kənara baxmaq deyil də üz ətrafında gözü gəzdirmək daha çox tövsiyə olunur. Hisslərin azaldığını göstərən gizli bədən dili xüsusiyyətləri varmı? Var. Tez-tez saata baxmaq. Bir. İkincisi, tamamilə sizinlə danışdıqda korpusun sizdən kənara çevrilməsi. Məsələn, mən sizinlə danışıram və hiss edirsiniz ki, tutaq ki, yavaş-yavaş korpusumu çevirirəm, amma müzakirəmi davam etdirirəm sizdən, amma korpusumu çevirirəm və yaxud ayaq istiqamətinin birbaşa qapıya tərəf çevrilməsi. Ona görə John Navarro'nun dediyi kimi, ayaq insanın ən səmimi orqanıdır. Ayağın qapıya istiqamətə çevrilməsini görə bilərsiniz və ya ayağın tez-tez oynamasını görə bilərsiniz. Kontekstin içərisində onda bir fikir formalaşa bilər ki, bu adama mənimlə danışmaq maraqlı deyil. Yəni bu adam məkanı tərk etmək istəyir kimi bir fikirlər formalaşa bilər. Bu ailə münasibətlərində də Hər şeydə. Yəni ümumiyyətlə bədən dilində belə bir ayrım yoxdur ki, bu misal bunu həyat yoldaşından olanda olur. Bu direktorla olanda olur. Yəni əgər sənə xoş deyilsə, sən zaten artıq fikirlər gözünü çəkəcəksən həmin insandan və yaxud ayağını exitə, yəni çıxışa tərəf yönləndirəcəksən. Biz indiyə qədər emosional münasibətlərdən danışdıq, gündəlik həyatımızdakı olan münasibətlərdən danışdıq. İstərdim indi biraz diplomatiya tərəfinə keçək, bədən dilinin. Öncəliklə gəlin diplomatların geyimlərindən danışaq. Məsəl üçün, Trump daha çox qırmızı qalstuk taxır, Zelenski müharibə başlayandan sonra daha çox hərbi geyimlərə üstünlük verir. Ümumiyyətlə, bir siyasətçinin geyindiyi geyim onun haqqında nələr ifadə edir? Məsəl üçün, dediyim kimi, nümunələr gətirərək Trump, Zelenski və yaxud da Macron. Əslində çox əla sualdır və biz öncə də dedik ki, insanı formalaşdıran 3 imic var da. Danışıq imici, qabitar, yəni geyindiyin və bədən dili. Adlarını çəkdiyiniz, məsəl üçün, ölkə liderlərini desək, məsəl üçün, əgər o ölkə lideri ki, daha çox qırmızı qalstukdan istifadə edir və bunu davamlı edirsə, qırmızı aqressiya rəngidir, hamımız bilirik və belə deyək, qan rəngidir və bu onun niyyətinin belə deyək də göstəricisi ola bilər, olmaya da bilər. Amma bu davamlı olarsa, davamlı təhdid mesajı vermək ehtimalı yaradır. Yaradır yox ha, ehtimalı yaradır. Və yaxud Zelenskinin misal üçün biz geyimində görürük ki, o adam hər zaman demək olar ki, hərbi formadadır və bu da onun hər zaman müharibə şəraitində olduğunun bariz nümunəsidir. Hətta o Trump administrasiyasından görüşündə belə ona irad bildirmişlər ki, sənin kostyumun yoxdur. O dedi ki, yəni bu kostyum mənim belə deyək də ölkəmdəki olan durumla bağlı olan bir şeylərdir. Amma biz hər zaman neytrallığın tərəfdarı oluruq. Hansısa bir mesajın verilməsi deyil də neytral olmaq. Yəni ən azından hər zaman qırmızı qalstuk deyil də, məsəl üçün bunun göy, nə bilim, digər rəngləri var ki, o rəngləri istifadə etmək daha faydalı olar. Bəzən də müzakirə olunan mövzulardan biri də liderlərin əl sıxışmasıdır. Məsələn, Trumpla Macronun bir əl sıxışma videosu var idi. Bir 20-25 saniyə bir-birlərinin əlini sıxışdılar, biri o birinə üstünlük qurmağa çalışırdı. Bəzən bu da daha çox süni görüntü yaradır. Ümumiyyətlə, liderlərin əl sıxışma prosesi neytral necə olmalıdır və yaxud da Trump, məsələn, əlin Macronun əlinin üstünə qoyursa, bu xüsusi bir anlam kəsb eləyirmi?
Var dediyim kimi, var klişe fikirlər, hansılar ki, məhəlli müzakirələrə açıqdır. Yəni əlimi üstə qaldırdım, aşağı qoydum. Bunlar hamısı klişe fikirlərdir. Və yaxud Amerikanın prezidentinin görüş forması var, özünə tərəf dartmaq. Bunların heç biri protokol görüşlər deyil. Protokol görüş çox neytraldır. Əl verirsən, normal sıxışırsan və qaytarırsan. Amma əgər əl sıxışdığın təqdirdə ikinci əlin də ona toxunursa, bu artıq səmimi münasibətin, isti münasibətin ilkin başlanğıcı ola bilər. Buna toxunma elmi deyirlər, haptics elmi deyirlər buna. Ümumiyyətlə böyük kitablar yazılıb bu mövzuda bağlı. Məsəl üçün bunu digər liderlər də bir də görürsünüz. Hansısa bir ölkənin lideri bir ölkəyə gəldikdə onu öz danışıq masasına belə deyək, müşahidə etdikdə yüngül bir toxunma hərəkətləri olur və bu hərəkətlər məndən sənə pislik gəlməz, mən sənin yanındayam, səmimiyəm və yaxud sanki yanındayam, yaxınam mesajları ötürə bilər. Amma dediyim kimi, əlimi üstə çevirdim, alta çevirdim, bərk sıxdım. Bunlar hamısı klişedir və adi bir sual deyəcəm sizə. Məsəl üçün, əgər sizin əlinizi kimsə möhkəm sıxırsa görüşəndə, siz həmin adamla ikinci dəfə sıxışmaq istəyərdinizmi? Yox. Çünki artıq qarşı tərəf sizə qarşı kobudluq etmiş olur və sən ikinci dəfə həmin adamdan əl sıxışmaq istəmərsən. Ona görə dominant olmaq üçün sən normal əl sıxışıb özünü uyğunlaşdırman lazımdır. Yəni əl sıxmaq tam tərsinə sənə qarşı belə neqativ bir fikir formalaşdıra bilər. Onda düşünürəm ki, Donald Trump protokol qaydalarına görə ən düzgün bədən dilini idarə etməsin 8 avqustda cənab prezident İlham Əliyevlə görüşəndə etdi. Çünki fikir verdik ki, orada daha çox neytral bədən dilindən istifadə etdi. Ümumilikdə həmin görüşdə həm cənab prezidentin, həm də ümumi hər iki tərəfin bədən dilini necə ifadə edərdiniz? Ümumiyyətlə cənab prezidentin mükəmməl bədən dilinə sahibdir və bu mövzu ilə bağlı təhsili də var. Həm genetikası kifayət qədər güclüdür və bununla bağlı təhsili də var və çox mükəmməl formada bunu idarə edir. Təkcə Trumpla görüşdə deyil, istənilən görüşdə. Dominantlıq qorxu deyil, dominantlıq mən buradayam və sən mənimlə hesablaşmalısan da sözünü verən bir vücud dilidir. Hətta siz Oval Room-da cənab prezidentin Trumpla görüşdə iştirakında görə bilərsiniz. Burada biz nəyə anlayırıq? Sən ilk təəssüratda dominant, güclü mesaj verirsənsə, qarşı tərəfin böyüklüyündən asılı olmayaraq səninlə hesablaşması lazımdır artıq. Yəni baxın, bu Amerikada bizim cənab prezidentlə görüşdükdə belə o sağlam, digər Avropa ölkələrinin prezidentləri ilə görüşdüyü kimi deyil də, nə özünə tərəf dartmaq, nə bir şey, neytral görüşür. Çünki hesablaşır. Çünki qarşısında durduğu liderin vücud dili kifayət qədər mükəmməldir, akademikdir. Baxın, mən bu sözü hər yerdə istifadə etmirəm. Cənab prezidentin bədən dili akademikdir. Yəni sadəcə doğuşdandan başqa o bunu idarə etməkdə mahir alətlərə sahibdir və biz bunu təkcə bu görüşdə deyil, başqa görüşlərdə də biz bunu görürük və mən hətta bizim tələbə yoldaşlarımız var da, bədən dili ekspertləri ilə Avropanın müxtəlif ölkələrində biz hərdən onlarla müzakirə etdikdə də onlar mənə bunu bildirirlər ki, sizin ölkəli lideriniz kifayət qədər dolğundur, rəndələnmiş bədən dili var və bunu mükəmməl formada da istifadə edir. Bəs bədən dilini düzgün idarə edə bilməyən liderlərin nümunə göstərmək olar? Məsələn, bizim Ermənistan baş nazirini biz məsəl üçün bununla bağlı çox belə aktiv göstərirdik hər zaman ki, yəni çox zəif, belə subdominant, belə deyək də əyilmiş və demək olar ki, emosiyasını tez-tez göstərən bir liderdir. Məsəl üçün biz bunu Makronda da zamanla görürük. Ümumiyyətlə protokol görüşlərində eynəyin taxılması belə, yəni gün eynəyinin taxılması və ondan çəkilməmək və yaxud lüzumsuz hərəkətlər olur zamanla onun görüşlərində və bunlar hamısı kənardan izlənilir və bunun kimi başqa liderlərdə misal çəkə bilərik ki, hansı ki onlar yersiz deməyək də, amma protokoldan kənar, onların şəninə daha çox belə deyək də mənfi elementlər gətirəcək vücud dilləri olur. Yəni bunlardan nə qədər qaçılarsa o qədər yaxşıdır. Misal üçün İtaliyanın baş nazirində də biz onu görürük. Misal üçün göz bərəlmələri olur, təəssüf və yaxud təəccüb hissini çox aktiv formada göstərir. Siz Meloni qeyd etdiniz. Ümumilikdə Meloni bəzən qəribə jestləri, mimikaları ilə müzakirə mövzusu olur. İtaliyanın baş nazirinin bədən dilini necə ifadə edə bilərsiniz? Necə təsvir edə bilərsiniz? Bunu məsəl üçün heç bədən dili ekspertdən deyil, yəni adi sıravi insandan sorsanız belə, ümumiyyətlə əgər sən diplomatsansa,
sənin bəlli bir mövzuları protokolla yaşaman lazımdır. Məsələn, biz indi Azərbaycanda gənc diplomatlarla da çalışırıq və onların belə deyək də bədən dili ilə bağlı olan bəzi tövsiyələrimiz və təlimlərimiz də olub onlara. Biz onu məsəl üçün lüzumsuz üz mimikalarını devrəyə salmasını görürük və yaxud öz mövqeyini oturduğu stulda belə öz mövqeyini necə bildirir yanında oturduğu şəxslə və yaxud onun şəkil çəkdirdiyi pozalara biz baxsaq görə biləcəyik ki, orada daha çox qorunma mövqeyini necə əl jestləri ilə göstərir. Yəni ümumilikdə götürsək, kifayət qədər əksikliklər var. Və düşünürəm ki, yəni bu bir İtaliya baş naziri bununla bağlı misal üçün bəlkə də ekspertlərə müraciət edə bilər. Yəni ölkəsində kifayət qədər güclü ekspertlər var. Yəni bununla bağlı belə deyək də bilgi olması lazımdır. Yəni mən beləyəm, məni belə qəbul edəcəksən deyə bir dünya yoxdur. Deyəsən Albaniyanın baş naziri ilə məsələn Albaniyanın baş nazirinin görüşməsi vardı. Yəni Melaniyanın qabağında diz çökür. Səhv etmirəmsə o. Məsələn belə şeylər misal üçün artıq düşünürəm ki, siyasi arenada o qədər də xoş olmayan bir belə deyək də bədən dili üslubudur. Müzakirə olunan mövzulardan biri də pencəyin yaxasının bağlanmasıdır. Hansı ki deyirlər, pencə yaxası bağlananda daha çox rəsmi olursan, daha çox qarşıdakına ciddi yanaşırsan, pencə yaxası açıq olanda daha çox səmimi olursan. Ümumiyyətlə pencəyin yaxasının bağlanmağının diplomatik görüşlərə və yaxud da işgüzar görüşlərdə önəmi nədir? Ayaqüstü durub şəkil çəkdiyiniz təqdirdə, yəni bir düyməsinin bağlanması xoş görsənə bilər və daha tövsiyə olunur, amma oturduğunuz təqdirdə əlbəttə açılması daha rahatlıq verir. Bəzən elə insanlar olur ki, iki düyməni ikisini də bağlayırlar. Yəni bu ümumiyyətlə belə deyək də normal deyil. Ona görə dediyim kimi ayaqüstə durub protokol şəkilləri çəkildiyi təqdirdə bir düymənin bağlanması xoş ola bilər. Yenə deyirəm, baxır kimlər görüşür. Məsələn, qardaşlıq görüşləri ola bilər. Məsəl üçün qalstuksuz görüşlər ola bilər. Yəni pencə, yəni kostyumlu amma qalstuksuz görüşlər ola bilər. Yəni bunlar biraz kontekstə bağlıdır. Amma ümumi protokolda ayaqüstə duraraqsa bir düymənin bağlanması, oturaraqsa düymənin açıq olması daha tövsiyə olunur. Bəs sizə həm siyasətçilər, həm biznesmenlər, iş adamları müraciət edirmi bədən dili ilə bağlı? Əlbəttə, bu mövzu ilə bağlı, yəni mənim ən əsas işlərimdən biri Azərbaycanda təlimlərin verilməsidir. Yəni mən hazırda Azərbaycanın ən böyük şirkətlərində bu məzmunlarla bağlı akademik təlimlər veririk. Həmçinin siyasi simalar, yəni biznes sahibləri, adi sıravi insanlar, yəni müraciət edirlər və bu müraciətlər onu göstərir ki, insanlar artıq bunun fərqinə varıb, insanlar bunu anlayır və insanlar bunun nə dərəcədə vacib olduğunu bilir. Çünki sənin hansı maşından düşməyin, sənin hansı universiteti qurtarmağın, sənin hansı evdən gəlməyin vacib deyil insan üçün. İnsan üçün vacib olan ilk 3 saniyədə sən hansı təəssürat oyadırsan. Yəni sən çox bahalı bir maşından düşüb gələrsən, amma belə qul ab-havasına danışarsansa, yəni sənin elə də mövqələndirəcəklər. Ona görə bu mövzuda insanlar bunun artıq net fərqinə vardığına görə müraciətlər çoxalır. Düzdür, yəni biz çalışırıq ki, hamıya dəstək olaq. Düzdür, zaman mövzusuna görə dəstək ola bilmirik, amma imkan daxilində dəstək oluruq. Təbii ki, ad çəkməyə bilərsiniz. Elə hazırda aktiv siyasətlə məşğul olan bir şəxslər varmı ki, siz ona təlim keçirsiniz? Əlbəttə ki, adını çəkə bilmərəm, amma əlbəttə ki, var. Sonda Azərbaycan xalqının, Azərbaycan insanının bədən dili ilə bağlı etdiyi ən böyük səhvlər. Siz düz bayaq qeyd etdiniz, qamətin dik olması və s. Amma ümumən ən şablon görünən səhvlərimiz hansılardır? Qamət, bir də ki, təşviş. Yəni bu ikisini aradan çıxardarıqsa çox fərqli bir, sanki üstlərindən yük atmış olarlar. Yəni onlar özlərinə çox gözəl görsənməyə başlayacaqlar. Lüzumsuz təşviş, qamətin əyilib formada gəzilməsi bu insanı həqiqətən də belə deyək də neqativ göstərir. Qaməti şəxs özü düzəldə bilər. Burası normaldır, amma təşviş bəzən psixoloji tərəfi də var. Məsləhətiniz nə olardı ki, bu təşvişi aradan qaldırmaq üçün? Həm qaməti düzəldə bilər, həm təşvişi düzəldə bilər. Təşvişi düzəltmək üçün dediyim kimi yöntəmlər çoxdur. Yəni bu təlim subyekti olduğuna görə bunu belə çox detallı girə bilmirəm bu mövzuya, amma bu da düzəlir. Hətta bir neçə dərsə təşvişi insanlar aradan qaldıra bilərlər. Çünki təşviş sizin ekspertlik statusunuzu aşağı salır. Sizin alamaq imkanında olacağınız çekin məbləğini azaldır. Siz nə qədər çox təşvişli olursunuzsa, bir o qədər daha az qazanmaq şansınız var. Yəni bu artıq mənim peşəkar və sosial həyatımda artıq bir aksiyoma çevrilib. Sən nə qədər çox təşvişlisənsə, sən bir o qədər çox az qazanc əldə edə bilərsən. Amma sən nə qədər çox özünə hakimsənsə, nə qədər çox bir üslubun dayanıqlıdırsa, bir o qədər çox belə deyək də daha çox qazana bilərsən. Bu o demək deyil, biz bu qapıdan çıxaq
təşvişimizi azaldaq, heç nə oxumayaq, savadlanmayaq, öz üzərimizdə çalışmayaq deyil. Yəni bunlar hamısı kompleks şəklində olmalıdır ki, sən yaxşı bir ab-hava formalaşdırasan. Qarşımızdakı insana mübahisə eləyiriksə və ondan fərqli olaraq biz həmin hadisəyə sakit yanaşırıqsa, bu hansı mənanı ifadə edir? Ümumiyyətlə bir kəs səni özündən çıxarda bilirsə, problem səndədir, qarşındakında deyil. Yəni bir adam qışqırır, bağırırsa və sən də qışqırıb bağırmağa başlayırsansa, problem onda deyil, problem səndədir. Yəni demək ki, səni qışqırıb bağırmağa gətirib çıxarda bildilər. Yəni səni yerindən oynada bildilər. Ona görə də tərsinə baxsaq, sən istənilən qışqır bağıra, istənilən sərt reaksiyaya çalışman lazımdır ki, imkan daxilində normal reaksiya verəsən. Çünki normal reaksiya vermədiyin təqdirdə, normal dilində sakit reaksiya vermədiyin təqdirdə bu yenə də sənin ziyanına işləmiş olacaq. Çünki insan artıq başlayacaq həyəcanlamağa, həyəcanlanmada insan artıq başlayır müdafiə rejiminə keçməyə başlayır. Sən də qışqırmağa başlayırsan, ümumiyyətlə tunel əmələ gəlir, beyin tuneli deyirlərdi. İnsan artıq ancaq qaranlıq görür, işıqları görməməyə başlayır və başlayırsan artıq dar düşüncəyə düşməyə başlayırsan və zəif həll yolları təqdim etməyə başlayırsan. Ona görə qışqır bağır olduğu təqdirdə, kimsənin hansısa bir söyüş söyərsə, vulqar bir şeylər edərsə, bizim o mövzuya təmkinlə münasibət bildirməyimiz lazımdır. Çünki əks təqdirdə dediyim kimi, problem o adamda deyil, problem səndədir ki, səni yerindən oynada bildilər. Təşəkkür edirəm, minnətdaram müsahibə üçün. Maraqlı söhbət oldu. İşlərinizi doğrudan arzulayıram. Təşəkkür edirəm sizə də həmçinin.